Təzə il özü ilə elə gündəm gətirdi ki, bütün dünyanın fikrini ora cəmlədi. Sözün əsl mənasında Trump ailəmi vurub bir-birinə. Özünü orta əsrlərin hökmdarı kimi aparır. 2026-cı ildə başqa bir ölkənin prezidentini həbs edib öz ölkənə gətirmək necə bir şeydir? Elə bir ki, Clash of Clans oynayır. Bu Maduro'nun mühafizəçiləri hara baxırdı? Yarım saat ərzində prezidenti oğramaq olar. Dönər sifariş versin, heç yarım saata hazırlayıb gətirmirlər. Dünya əhalisi bu məsələnin tamam başqa tərəfində qalıb. Süni intellektlə Maduronu hər formada görmüşük. Gah yeni il təbrik eləyir, gah başında torba ilə gətirirlər. Hələ əynində olan sport paltar stoklarda tükənib. Elə bu hadisədən karlı çıxan o paltarı satanlar oldu. Hadisənin mahiyyəti bir hökumətin devrilməsindən keçib paltar söhbətinə. Biri də girib rəydə yazıb ki, mən Venezuela xalqının taleyindən narahatam. Qonşusu çöldə qalanda qapını açmır heç bəlkə də. Buradan durub Venezuelaya qucaq açır. Bizim özümüzün təzə ili necə gəlib deyim də. Birincisi odur ki, bayram günü neçə evdə qaz yox idi. Dekabrın 31-dən 1-nə keçən gecə sayğac limiti sıfırlandığı üçün sayğaclarda texniki problem yaranıb. 20 saatdan çox kartlara ödəniş eləmək mümkün olmayıb. Qazla isinən evləri yeni il günü fikirləşin bir dənə. Azərqaz günahı ödəniş terminalının boynuna atırmış. Ödəniş terminalları da deyir ki, sistemimizdə nasaslıq olmayıb. Kiminsə boynuna atmaqdansa bunu qabaqcadan fikirləşin də. Olmaz ki, limiti bayramdan 2 gün əvvəl yeniləyəsiz. Dünya dağılacaq, cəmaət 2 gün qazı başqa tariflə işlətsə, hələ bunlar ağıllı sayğaclarda. Gör bu köhnələrdən olsaydı nə olardı? Bu necə bir səriştəsizlikdir, mən bilmirəm. Bayram günü bəlkə birinin evində qonağı var, bəlkə birinin körpəsi var. Qışın günündə evi qazsız qoyarlar, indi bayram bir yana. Bayram gününün əsas hadisələri hələ qabaqdadır. Biri elə bu şəkildə gördüyünüz 2 nəfərdir. Onlar yeni il gecəsi telefon dükanına girib 17 ədəd telefon oğurlayıblar. Düşünüblər ki, ham bayram qeyd edir, kim deyə bizi tutan. Amma yox. Birincisi asayişi qoruyanlar xidmət başında olur. Lap deyək ki, onlar da bayram eləyir. Təhlükəsizlik kameraları bayram eləmir. Adamın az qala saçının sayına qədər göstərir. Hələ o birinə bax. Masallıda evə girib 33 min manatlıq qızıl, 2000 dollar və 10 min manat pul oğurlayıb. Yeni ili lap gözəl keçirmək istəyib, amma olmayıb. İl təzələnsə də bəzi insanlar təzələnmədi. Xisləti dəyişmək olmur da, neyniyəsən? Bax, məsələn, İtaliyada xizək yarışlarında formaların üstündə Azərbaycan yazısı var. Bir nəfər iştirakçı o yazını bağlamağa çalışdığı üçün cəzalandırılıb. Yazını bağlamağa çalışan erməni iştirakçısı olub. İndi güya bu öz yurdunu sevən vətənpərvərdir də. Cəmaətin torpağını işğal elə. Müharibə ilə gələk onu biz azad eləyək. Hələ bir qabaqdan gəlmişdik də elə. Bunlar inanır ki, rəngli televizoru erməni icad eləyib. Hələ biri var idi, deyirdi ki, o bankomat var, pulu nağdlaşdırırsınız. Bax, onu ermənilərə borclusuz. Çünki bankomatı erməni icad eləyib. Girib baxsaq heç bankları düz işləmir bəlkə də. Bankomat icad edən çıxıblar. Bunlar bu yalancı zehniyyəti ilə hər yerdə lağlağı predmetidir. Nəysə, xizəkdən danışırdım, hara gəlib çıxdım. Bizim özümüzdə də maşınlar xizək kimi sürüşürdü. Şahdağa getmək istəyən neçə maşın yolun ortasında qalıb. Aralarında qəza keçirdənlər də olub. Yaşqa. Burada vətəndaşların da günahı var. Çünki təyinatı qar üçün olmayan maşınlarla o çətin relyefdən keçmək istəyirlər. Bəs yaxşı, o yollar niyə o gündə idi? Baba. Maşın getdi. Bilmirdiniz ki, bayramda insanlar Şahdağa, Qəbələyə üst tutur. Öncədən ora nəsə eləmək çətin şeydir. Ay tarif şurası. İl başlayan kimi benzinin qiymətini qaldırmısan. Bir bunların da nəyinsə ucuzlaşdır da. Özdə fikir verin. Yanacağın qiyməti düşəndə deyirlər qiymət ucuzlaşdı. Qiymət qalxanda deyirlər ki, yanacağın qiymətində dəyişiklik oldu. Əcəb bir şey düşmüş ya. Yox, bu istirahət zonalarına gedən yollara niyə baxılmır? Bu yolları təmizləyən qurumların başqa nə işi var ki, qar yağanda çatdıra bilmirlər? Məni bu gənc yaşımda deyingən adama çevirmisiniz. Bax, gələn il bu vaxt yenə eyni problemlər olacaq. Gün gələcək, dünya havanı idarə eləyəcək. Qarın yağmasını əngəlləyə biləcək texnikaya sahib olacaq. Amma bizim sürüşkən yol problemimiz düzəlməyəcək. Valla bu qardan Norveçə 3 metr yağır. Amma oradakı insanların elə bir dərdi olmur. Bizə 3 metr qar yağsa ölkədə xaos olar. O vaxt Mingəçevirdən işıqlar sönmüşdü. Taksilər 3 manatlıq yolu 20 manata aparırdı. 3 metr qar yağsa kimlər nələr eləyə bilər hesablaya bilmərik. Taksidən söz düşmüşkən bu sürücünü də sizə göstərim. Polisə yalan məlumat verdiyi üçün saxlanılıb. Maşına minən şəxs güya mənə pis seçib, mənim tutulma aparıb. Səbəb o ki, mənim gediş haqqımı ödəməmişdim. Mən də bir səhv məlumat, yəni bağlısız kimi səhv məlumat vermişdim. Deməli, müştəri düşəndə pulu verməyib. Sürücü də polisə şikayət edib ki, mənə hücum eləyiblər, 80 manatda pulumu alıblar. Haqq qazandırmaq kimi olmasın, amma müştərinin bu hərəkəti sürücüyə od qoyub. Bilib ki, 4-5 manata görə şikayət eləməyin adı yoxdur, hadisəni bəziyib. Həqiqətən, bəzi adamlar taksilərə zülm eləyir. Bütün şəhəri sürdürüb, düşüb qaçır. Heç kim kefindən taksi sürmür. Hamı 5-10 manat pul qazanmaq üçün səhər axşam o əziyyətə qatlanır. Onların da çörək qazandığı yerə belə davranmağa mən nə deyim? Bu arada,
Qiyamət gələcək deyib gəmi inşa etdirən dırnaqarası peyğəmbər üçün qiyamət gələsi olmayıb. Ona görə də bu Ebu Noyunu həbs eləyiblər. Cəmaata gəmiyə bilet satıb, həmin pullarla da özünə bahalı maşın alıb. Amma bu qiyamət carçısının özünü məhkəmədə qiyamət gözləyir. Təzə ilimizin necə məcrada başladığını yəqin ki görürsüz. Deyir ki, ili necə qeyd eləyərsən, elə də gedər. Ümid eləyirəm bugünkü xəbər buraxılışımız önümüzdəki ilin treylerına çevrilməz. Bəs təzə il sizin üçün necə başlayıb?